Müqəddəs Qur'an-ı Kərimin Əhzab surəsinin 33-cü ayəsində Uca Rəbbimiz Peyğəmbərdən öncəki dönəmin barəsində danışır. Buyurur: وَلَا تَبَرَّجْنَا تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى İlkin cahiliyyət dönəmində insanların gəzdiyi kimi gəzməyin. Deməli, Qur'an-ı Kərim Peyğəmbərdən öncəki dönəmi cahiliyyət dönəmi adlandırır. Yaxşı, bəs Allah nəyə görə o dönəmi cahiliyyət dönəmi adlandırır? Çünki o dönəmdə yaşayan insanlar bütlərə sığınırdılar. Müqəddəs Kəbə evi bütlə dolmuşdu. Xurafat ayaq tutub yeriyirdi. Və belə bir dönəmdə əziz İslam Peyğəmbərimiz Həzrəti Muhammed Mustafa gəldi. Qur'an-ı Kərimin Cümə surəsinin 2-ci ayəsində Uca Allah buyurur ki: Huvellezî ba'se fil ummiyyîne rasûlen minhum. Allah onlara öz aralarından, elə özlərindən olan bir peyğəmbər göndərir. Niyə göndərir? Peyğəmbər niyə gəlir? Yatlu aleyhim ayatihi və yuzakkihim və yuallimuhumul kitaba vel hikmə. Peyğəmbər gəlir ki, onlar üçün ayələri oxusun, onları pak etsin, onlara səmavi kitabı və hikməti öyrətsin. Və in kanu min qablu lafi zalalin mubin. Onlar bundan əvvəl açıq-aşkar zəlalətin içində idilər. Deməli, Peyğəmbərdən öncəki dönəm cəhalət və zəlalət dönəmi idi. Resul-i Əkrəm gəlir ki, belə bir cəmiyyəti islah eləsin. Peyğəmbər nə edir? Peyğəmbər ilk öncə pak bir mühit yaradır. İlahi bir cəmiyyət yaradır. Mənəvi bir sfera, fəza yaradır ki, qoy insanlar həmin fəzanın içərisində islah olsunlar. Resulullah gecə və gündüz çalışır. Taha surəsinin 1-ci və 2-ci ayələrində Allah Teala buyurur ki: Taha ma enzelna aleykel Qur'ana liteşqa. Ya Peyğəmbər, biz Qur'anı sənə əziyyətə düşməyin üçün nazil etmədik. Yəni Allah Peyğəmbərə deyir ki, özünü bu qədər də əziyyətə salma. Peyğəmbər-i Əkrəm Allah yolunda dayanmadan çalışaraq, xidmət edərək həmin cəmiyyətə yeni bir həyat vermişdir. Elə bir həyat ki, o həyatda insanın həqiqi özü dirçəlir. Həqiqi öz bu fiziki bədəndən ibarət deyil. Həqiqi öz insanın şəxsiyyətindən ibarətdir. Peyğəmbər salavatullah o həqiqi özün, o batinin, o ruhun dirçəlməsi üçün, təkamülü üçün gözəl bir fəza yaratmışdır. Və bu dirçəlişə Qur'an-ı Kərimdə rüşd deyilir. Allah-u Teala Qur'an-ı Kərimdə Ənbiya surəsinin 51-ci ayəsində İbrahim Peyğəmbərin haqqında danışır. Allah buyurur ki: وَلَقَدْ آتَيْنَا İbrahimə rüşdəhu. Biz İbrahimə rüşd verdik. Yəni İbrahim rəşid insandı, raşid insandı, mürşid insandı. Biz ona rüşd verdik. Rüşd özün böyüməsidir. Rabbi şrahli sadri. İlahi, mənim qəlbimi genişləndir. Yəni mənə rüşd ver, məni rəşid et. İmam Hüseyin əleyhissalam da buyurur ki: Əhdikum səbilir rəşad. Əgər mənə qulaq assaz, sizi rəşid edərəm, rüşdünüz olar. Allahın adlarından biri də rəşiddir. Allah rəşiddir, yəni Allah o Allahdır ki, kim onun əlindən tutsa, Allah onu özünə tərəf çəkər. Yaxşı, bəs bunun yolu nədir? Bunun da yalnız bir yolu var. O da Allahla ticarət etməkdir. Müqəddəs Qur'an-ı Kərimin Saf surəsinin 10-cu ayəsində Əziz Allahımız buyurur ki: Ya eyyuhəllezine amenu hal edullekum ala ticaretin tuncikum min azabin alim.
Allah buyurur, ey iman getirenler, size bir ticaret yolu gösterim mi? Elə bir ticaret ki, onu etmekle siz nicat taparsınız, xilas olarsınız. Əks təqdirdə isə ziyandasınız. Ziyandan qurtulmağın ilk addımı Allahla rabitə qurmaqdır. O olmasa insan ziyandadır. Əsr surəsində Allah Teala buyurur, "Vel asr, innel insane lefi husr." And olsun əsrə, həqiqətən də insan ziyandadır, ziyan içərisindədir. Bəs kimlər istisnadır? İllellezine amenu ve amilus salihati ve tevasav bil hakki ve tevasav bis sabr. Yalnız iman getirip salih əməllər edən, insanları hakka ve səbrə dəvət edənlər istisnadır. Yalnız onlar istisnadır. Kim Allah'tan başkası ile ticaret etse ondan çok alarlar. Ama əvəzində az verərlər. Ona göre de gerek alıcı Allah olsun. Ama bazar da gerek ahiret bazarı olsun. Dünya bazarı yok. Dünya bazarında insanı çok ucuz alarlar ve çok ucuz da satarlar. Yusuf suresinin 20. ayesinde Uca Rabbimiz buyurur ki وَشَرَاهُ بِسَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ. Yusuf peygamberin kardeşleri onu çok ucuz sattılar. Ona göre de insan gerek Allah'la ticaret etsin. Kur'an-ı Kerim'in Tövbe suresinin 111. ayesinde Ezzallahımız buyurur, İnnallâhe işterâ minel mu'minîne enfusahum ve emvâlehum bi enne lehumul cennet. Hakikaten de Allah müminlerden onların canlarını ve mallarını cennet mukabilinde satın alır. Dünya bir bazardır, insanlar ise tacir. İnsan satıcıdır, Allah ise alıcı. Satılan şey insanın malı ve canıdır. İnsan malını ve canını Allah'a sattıkta hayır tapır. Bir başkasına sattıkta ise zarara düşür. Allah kimi bir alıcı olan yerde ne için başkasının sorağına gedək? Ve elə bu ticaret yolunu bize gösteren Allah vəlisidir, peygamberdir. Peygamberlerin gelişine behzət deyilir. Kur'an-ı Kerim'de bu kelam keçir. Nahl suresinin 36. ayesinde Uca Rabbimiz buyurur ki لَقَدْ بَعَسْنَا فِي كُلِّ اُمَّةٍ رَسُولًا. Biz bütün ümmetlere peygamber gönderdik. Yaxşı, bəs neye göre peygamberlerin gelişine behzət deyilir? Behzət ne demektir? Behzət sözünün lüğəvi mənası ayılmaq, dirilmək, hərəkətə gəlmək deməkdir. Peygamber gelir ki insanları diriltsin. Enfal suresinin 24. ayesinde Allah Teala buyurur ki Ya eyyühellezine amenü istecibu lillahi ve lirrasuli iza da'akum lima yuhyikum. Ey iman getirenler, Allah'ın sesine sada verin, peygambere kulak asın ki dirilesiniz. Peygamberin gelişiyle başlayan hayat düşünceyle, əqillə, mənəviyyatla, əxlaqla bağlı olan bir həyat idi.